2A çıxılsın 3 vurulsun x bərabərdir AB üstəgəl 6 tənliyinin sonsuz sayda həlli olarsa, A və B parametrlərin cəmini tapın. Xətti tənliyin sonsuz sayda həlli olması üçün, yəni AX bərabərdir 5 şəklində verilən bir xətti tənliyin sonsuz sayda həlli olması üçün A da 0-a bərabər olmalıdır, B də 0-a bərabər olmalıdır. Buradan da bizim misalda deməli 2A çıxılsın 3 bərabərdir 0 olmalıdır. Həmçinin AB üstəgəl 6 da 0-a bərabər olmalıdır. 2A bərabərdir 3-ə, A bərabərdir 1,5. Yəni 3 bölünsün 2. Gətirib burada yerinə yazaq. 1,5 vurulsun B üstəgəl 6 bərabərdir 0. 1,5 B bərabərdir -6 və B də bərabərdir -6 bölünsün 1,5. Bu da bizə verər 4. Mənfi işarə ilə. -4. Deməli, B -4-dür. A və B parametrlərinin cəmi bizdən tələb olunur. 1,5 üstə gəlinsin -4 bərabərdir. 4-dən 1,5 çıxsaq -2,5 və cavabımız budur.